Hamıya salamlar. Bu videoda qısaca olaraq Şotlandiyada magistratura təhsili haqqında danışmaq istəyirəm. Videoda danışdıqlarım öz təcrübəmə əsaslanır. İlk öncə qəbul mərhələsindən başlayaq. Mən 2022-ci ilin may-iyun aylarında Böyük Britaniya universitetlərinə müraciət etməyə başlamışdım. Artıq iyun ayında Newcastle, Sheffield, Swansea, Reading, Exeter və Glasgow kimi bir sıra universitetlərdən qəbul məktubu almışdım. Lakin sonda həm reytinq, həm də seçdiyim ixtisas baxımından Glasgow Universitetində qərarlaşdım. Seçdiyim ixtisas beynəlxalq və müqayisəli təhsil idi. Qeyd edim ki, Böyük Britaniyada magistratura təhsili bir çox ixtisaslar üzrə 1 ildir. Magistratura üçün IELTS sertifikatı, tövsiyə məktubu, motivasiya məktubu, CV, bakalavr diplomu və ortalamanı göstərən sənəd, eləcə də indiyə qədər aldığım bir sıra sertifikatları universitetlərə müraciət edərkən göndərmişdim. Mən Glasgow Universitetində dövlət proqramı vasitəsilə təhsil almışam. Buna görə bu proqram haqqında da bir qədər məlumat vermək istərdim. Dövlət proqramının məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alma imkanları yaratmaq və peşəkar kadrlar hazırlanmasını təmin etməkdir. Proqram 2 mərhələdən ibarət olur. Elektron ərizə qəbulu və müsahibə mərhələsi. Dövlət proqramı təhsil, viza, təhsil aldığımız ölkədə qeydiyyat xərclərini, eləcə də aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat xərcləri, bank və plastik kart xərclərini qarşılayır. Proqramın birinci mərhələsini uğurla başa vurduqdan sonra ikinci mərhələyə müsahibə mərhələsinə dəvət edilmişdim. Müsahibə mərhələsi məndə tamamilə ingilis dilində keçmişdi. Təqribi olaraq 15-20 dəqiqə çəkmişdi. Və artıq avqust aylarının sonlarında mənə dövlət proqramı qalibi olmağımla bağlı mail gəlmişdi və bu xəbər məni həqiqətən də çox sevindirmişdi. İndi isə bir qədər universitet haqqında danışmaq istərdim. Hal-hazırda ekranda Glasgow Universitetini görə bilərsiniz. Glasgow Universiteti Birləşmiş Krallıqda 4-cü ən qədim ali təhsil müəssisəsidir. 1451-ci ildə əsası qoyulan bu universitet dünyanın top 100 universiteti arasında yer alır. Universitet indiyədək bir çox tanınmış məzunlar yetişdirmişdir. Onlar arasında müasir kapitalizmin banisi hesab olunan Adam Smith, Kelvin temperatur şkalasının yaradıcısı Lord Kelvin, televizorun ixtiraçısı John Logie Baird, eləcə də James McGill Smith, James Watt və bir çox tanınmış şəxslərin adlarını çəkmək olar. Dərslərə gəldikdə isə universitetdə birinci semestrdə həftədə 3 dəfə dərsimiz olurdu. Mənim keçdiyim fənlərin adlarını ekranda görə bilərsiniz. Hər semestrin sonunda keçdiyimiz fənlər üzrə assignmentlar yazırdıq. Assignment dedikdə burada esseni nəzərdə tuturam. Dərslərimiz may ayında yekunlaşdıqdan sonra dissertasiya işimi yazmağa başlamışdım. Qeyd edim ki, mənim seçdiyim dissertasiya mövzusu Şotlandiyada qaçqın və məcburi köçkünlərin təhsili ilə bağlı idi. Bu mövzunu seçməyimin əsas səbəbi oxuduğum müddətdə bu sahədə könüllü fəaliyyətim olmuşdu. Xüsusilə dissertasiyanı yazdıqda ən çox vaxt keçirdiyim məkan Glasgow Universitetinin kitabxanası idi. Avropada ən böyük və ən qədim kitabxanalardan biridir və hal-hazırda təxminən 2 milyondan çox kitab və jurnal, 1 milyondan çox elektron kitab və 50 mindən çox elektron jurnala çıxış imkanı təqdim edir. Kitabxana 12 mərtəbədən ibarətdir və tələbələr üçün 2500-dən artıq oxu yeri mövcuddur. Bu qısa videoda sizə bir qədər universitet və qəbul prosesi haqqında məlumat verdim. Növbəti videoda hansı mövzudan danışmağımı istəyirsinizsə, rəylərdə qeyd edə bilərsiniz. Təşəkkür edirəm. Növbəti videoda görüşənədək.